Bu da mənim çiyələklərimdir. Baxın. Diqqətdən baxsaz görəsiz. Tökübdür. Bax işte qara baxın. 1 metr qar var işte. Bu hələ balacadır. Bir 10 günə çiçək açacaq. Baxın, baxın, bax görün neçəsini tökübdür. Baxın, bax bütün hamısı çiyələkdir. İnşallah yetirəndə, içəri gətirəndən bir partiya tökübdür. Bu ikinci partiyadır. Bu da xiyar bastırmışam inşallah. Şığın altda parasıyam, tökəndə göstərəcəm. Sevirəm belə şeyləri. Gəlin, oğlum, yoldaşım hamı deyir, ay qız yetər, öyə cücü yığılacaq. Deyirəm siz rahat olun, heç gör bir dənə cücü var mı evdə. Çünki qulluq eləyirəm bunlara, mən asıl bu. Hər yeri təmiz saxlayıram, qoymuram bir cücü yığılsın. Salam aleyküm, hamıyı salamlayıram. Sizə ağaçlarımı göstərmək istəyirəm. Qışda sərdə böyüdürəm. Yazda inşallah işə bastıracağım. Bu zoğal ağacıdır. İnternetdən Viber'dən zakaz vermişəm. Yarpaqlayıb mən götürəndə yarpaqları yox idi. Bu gördüyünüz nar ağacıdır. Bu incildir. Bu sarı incildir. Mürəbbəlik. Bu qara incildir. Ən birinci zakaz verdiyim ağac bu olubdur. Bu da limondur. Gürcüstandan gətirmişəm. Yazda hələ bir yaşı yoxdur. Deyilənə görə tökməlidir. İndi yenə göstərəcəm sizə. Baxın bu finikdir. Finik yəni Bağdad xurması. Bunun da bir ildir olacaq inşallah. Martın 29'u deyəsən oruçluq başlayır. Keçən il oruçluqda Allah hamının orucunu qəbul eləsin. Yiyirdik, çiğitlərini də bastırırdım. Bax həmən finikdir. Bu da 2 dənə. Çox ağaçlar bastırmışam. Hamısını çiğitdən böyütmüşəm. 2 dənə almalarım var. Onlar inşallah yəqin bir il tökməlidirlər. 3 ildir bastırmışam eşiyə. İçəridə böyütdüm, çiğitdən eşiyə bastırdım. Bu da mənim finiklərim. Biri o başladı, biri də burada. Baxın, görünüşə tərtəmizdir. Akuşkanın qabağı deyirlər, çivin yığılır. Heç bir şey yığılmır. İnsan təmiz olanda, səliqəli baxanda heç nə də olmur. Bu qədər sevirəm ağaçlarımı. Hər sabah yerindən qalxanda birinci bunlardan söhbət edirəm. Baxın, işte qara. Bu da benim güzelim. Bu da lavrovlisdir. Bunu da Viber'dən zakaz eləmişəm. 1-2 həftə olar. Bax bu sarı çıxan yarpaqlar bastırandan sonra, Viber'dən götürəndən sonra çıxıb baxın. Bax uclarından çıxır. İnkişaf eləyir. Lavrovlisdir. Bu da miyatadır. Payız köklərini çıxartdım, torpaq örtüm üstünə. Çıxdılar.
Çay içəndə bax burasından belə qırıram. Bax göstərim sizə, belə qırıram. Çayın içinə turlayırıq, sivir buradan yenə çıxacaqdı. Bunları yeni qırmışam. Baxın, baxın. Böyürlərindən yenə çıxırlar. Miyata elədi. Özü də bu Gürcüstan miyatasıdır. Yarpız deyilir, bilənlər bilər. Suyun içində, qıraqlarında bitir. Oradan gətirmişdim. Eşikdə bastırmışam. Bir neçə, bir 7-8 il olar. Bitirlər. Qışda da çayır gətirib bastırıram. Biraz çaya tökürük, dəmləyirəm. Ya stəkanımıza qoyub dəmləyib içirik. Eşik qar. Mənim evimdə yaz havası. Bütün neçə otaq var, hamısının podakolniklərin üstü dolu ağaçlardır. Burada yerləşməyib yerə yığmışam. İndi başqa bir şey göstərəcəm sizə. Bu da mənim biberlarım. Gül açıb, baxın. İnşallah biber tökəcək. Bunun boyu çox uzundur. Ağac taxmaq lazımdır yanına. Bunun çox çiçəkləri. Baxın. 3 dənə çiçək burada var. Bax, burada var. Burada var. Bu hələ bir dənə. Burada deyəsən 2 dənə çiçək açıb. Baxın, bu da mənim evimin halı. Bu da deyim sizə, Vibers'ten zakaz vermişdim. Bilmirəm, bilirsinizmi? Papayi fruktu var. Onun toxumunu zakaz verdim. 4 dənə toxum gəldi paketdə. 350 manata zakaz vermişdim. Bir dənə bitdi. İndi yekə karşoka bastırasıyam biraz. Gəlsin, bir 2 həftədən sonra bastıracağım inşallah. Güllərimi də göstərib. Bu limon yarpağı tökülüb. Təzədən yarpaq açacaq. Baxın, baxın, gül açmağa başlayır. İndi gördüm. İldə 3 dəfə gül açır. Gülü də 200 ay solmur. Bu da mənim evimin halı. Divanın başında qış bağçası düzəltmişəm. Karpqadakini demədim, bunu da deyim bilin. Soğan bastırmışam. Axşam bastırmışam. İnşallah bitəndə göstərəcəm, bir 10 günə bitəcək. Tak что mən qışda da oturmuram.